Yemək məsələsində insan seçim sahibidir. İstəsə süfrə açar, məsələn deyək ki, Ramazanın sonunda az öncə dediyim kimi 30 nəfərlik süfrə açır, 30 nəfərlik süfrə açır, 30 nəfər yedirir. Və yaxud hər gün bir kasıbı gətirir, çağırır evində, deyək ki, ona iftar məclisi verir, onu doyurur qarnını bir kasıbın və bu şəkildə kəffarəsini ödəyir. Yaxud da hazır ərzaq olaraq verə bilər. Məsələn, yeyilən bitkilərdən, qədimdə məsələn taxıl və ya buğda idi, adam başına yarım sa, yəni günümüzün hesabından deyək ki, 1 kiloqram, yaxud məsələn 750 qram adam başına hər günün əvəzinə daha da oxuruz. İndi bugünkü günə kiməsə taxıl, arpa versən, ondan bir şey edə bilməyəcək. Məsələn, deyək ki, düyü verirsən, məsələn, bir günə, hər günün əvəzinə 1 kiloqram düyü verirsən. Məsələn, onu ərzaq şəklində deyək ki, 30 dənə müxtəlif ailəyə 1 kiloqramlıq düyülər. Bu da bu şəkildə verilsə də, onun kəffarəsini ödəmiş sayılır və o onun boynundan düşür. Lakin əfzəl olan təbii ki, nədir? Yedirməkdir ki, kasıb üçün də asandır. Çünki sən quruca düyünü verəcəksən, onu bişirmək, onu hazır məhsul kimi süfrəsinə qoymaq, onun üçün başqa malzəmələrə onun ehtiyacı var və o çətinliyə düşməsin deyə ən yaxşısı onun qarnını doyurmaqdır.